bugünkü mövzumuz çoxluqlar mövzusunda yeni əlavə olunan suallardır. Birinci bölməsində çoxluqların çox azdır, yeni əlavə olunan ikinci misaldır. Birinci misal 32-ci misaldır. Baxırıq 32-ci sualın izahına. Deməli, belə. Deyir, Eyler-Venn diaqramına əsasən A və B çoxluqlarını yazın və A və B çoxluqlarının birləşməsinin elementlərinin ədəd ortasını tapın. Rahat sualdır. A çoxluğunun elementləri bunların içindədir. Bu dairənin içində olanlardır. 5-dir, 11-dir, 12-dir, 19-dur, 28-dir. B çoxluğunun elementləri bunun içərisində olanlardır. 6, 8, 9, 12, 17, 18, 28. Bunlar da B çoxluğunun elementləridir. Birləşməsi isə Eyler-Venn-də nə görürsünüz yazırsınız. Bir də A ilə B-də ayrı-ayrı 12-nin 28-i yazsanız da birləşmədə bunu bir dəfə yazsanız yetərlidir. Deməli, A ilə B-nin birləşməsi. Deməli, 5-dir, 11-dir, 19-dur, 12-dir, 28-dir. Daha sonra 6-dır, 9-dur, 8-dir, 17-dir, 18-dir. Ədəd ortanı necə tapırsınız? Bunları toplayıb bölməlisiniz sayına. Bunları toplayanda eləyir bizdə 133. 10 dənə ədəd olduğu üçün ona böləcəm, cavab olacaq 13,3. Növbəti yeni sual isə 34-dür. Çox maraqlı sualdır. Deyir, 14 nəfərdən ibarət bir qrup tələbə əyləncə məqsədi ilə Luna Parka gedir. Onların hər biri Luna Parkda ən çoxu 2 karuselə mindi. Bu karusellərin hər biri üçün ödəniş 8 azımdır və 2 karuseldən istifadə edənlərə ikinci karusel üçün ödənişdə 25% endirim tətbiq edilir. Birinci karuselə 8 nəfər binib, 2 dənə karuselimiz var, Eyler-Venn-də göstərirəm. Mənə şərtdə deyir ki, 8 nəfər birinciyə minib, ikinciyə 9 nəfər minib. Ümumidə bizdə 14 nəfər var. Onda 8 ilə 9-u toplayıb 14-ü çıxsam, deməli bizdə 3 nəfər hər ikisinə minib. Onda 3 yazacam ortaya. Burada ümumi 8 nəfər olduğu üçün bura qalacaq 5. Burada da ümumi 9 nəfər olduğu üçün bura qalacaq 6. Düzdürmü? İndi məsələ nədir? Şərtdə bizə deyir ki, bir karuselə minirsənsə qiymət 8 manatdır. İkinci karuseldən istifadə edirsənsə 25% endirim tətbiq olunur. 25% endirim o deməkdir ki, 8-in 25%-ni tapıram. Eləyəcək bizdə 2 manat. 8-dən də 2 manat çıxanda deməli ikinciyə biz 6 manat ödəyəcəyik, düzdürmü? Burada hər bir uşaq hamısına bir dəfə də olsa minib, düzdür? Yəni bizdə birləşmə 14-dür. 14-ü vuracaq birinci 8-ə. 14-ü 8-ə vuranda elədi bizdə 112, düzdürmü? Daha sonra bu 3 nəfər isə bizdə hər ikisinə minib, düzdürmü? Elə ki, məsələn, bir dəfə birinciyə mindilər, hamı ilə bərabər, bir də təzədən gedib ikinciyə minirlər. Yəni, ikinci səfər minmiş sayılırlar. İkinci səfər minmiş sayıldıqlarına görə bu 3-ü də təzədən vuracam 6-ya. Çünki 6 manat ödəyirdim, 18. 112-nin də üstünə 18 gələcəyi, cavab olacaq, ümumi 130 manat ödəniş eləyiblər. Keçək ikinci bölmədə təzə suallara, 9-cu sual. Deyir, bir müəssisədəki bütün işçilərin 45% alman, 32% ingilis və 28% heç bir dildən kursa getmir. Ümumisi 100%-dirsə, 100-dən 28-i çıxanda 72% bunların birləşməsidir. Yəni, ümumi gedənlərdir. Birləşmədə necə tapılır? Aynen B-ni toplayıb kəsişmənin çıxmaqla. 45 ilə 32-ni toplayıram. Burada da 72-ni çıxaq ki, bir dəfəli kəsişmə alınsın. Olacaq bizdə 77 çıxılsın 72. Alıram 5%, düzdürmü? Hər iki dildən gedən 10 nəfər idi. Deməli, 5%-ə qarşı qoyacam mən 10 nəfər. Və deyir, yalnız ingilis. Əgər 32% ümumi ingilis idisə, 5% hər ikisinə gedirdi. 32-dən 5-i çıxsaz, 27% yalnız ingilis olacaq. Buna da qarşı x qoyacaqsınız. Çarpaz vuranda 5x bərabərdir 270. Oradan da x tapacaqsınız 54. Bu da belə. Sonra 10-cu misal. 10-cu misal çox maraqlı misaldır. Deyir, çoxluqlar üçün kəsişmə 3-dür. Yəni, siz M-ə elə bir qiymət verməlisiniz ki, kəsişmədə sadəcə 3 element olsun, düzdürmü? Onda necə eləyək? Məsələn, tutaq ki, aşağıda M-yə 1 qoysam, bu 1, 2, 3,
bu formada gedəcək, 7-də dayanacaq, düzdürmü? Bu əgər 7-də dayanırsa, bu birisi sizdə 5-də başlamalıdır. Deyin niyə? Çünki 5, 6, 7 sizdə ortaqdır, düzdürmü? Deməli, n-yə 5 qoysam, bu 5-dir, bu 6-dır, bu da 7-dir. Və görürsünüz, 5, 6, 7 ortaq olmuş oldu. Çünki baraqda zaten 5 ilə 6 var. Deməli, bu bizdə başlayır birləşməsi 1-dən. N-in yerinə 5 qoyduq, dayanır sizdə 23-də. 1-dən 23-ə qədər neçə dənə element var? Deyəcək 23 dənə element var. Baxırıq növbəti 17-yə. Deyir, ABC çoxluqların hər birinin elementlərinin sayı 2-dən böyük 10-dan kiçik müxtəlif sadə ədədlərdir. 3-ün kəsməsinin ən böyük qiyməti elə neçə dənə sadə ədəd varsa onlar olacaq. Bu araqda da 3-dür, 5-dir, 7-dir. Başqa sadə ədəd yoxdur. Ona görə də cavab olacaq 3 dənə. Növbəti baxırıq 25-ə. AB-nin bu işarət o deməkdir ki, ad çoxluğudur. AB-nin ad çoxluğudursa, onda AB-yə daxil deməkdir. Ümumiyyətlə, ad çoxluq 2 dənə olur, 2 cür olur. Ya AB-yə bərabər olmalıdır, daha sonra 3 cür olur. Ya AB-yə bərabər olmalıdır, ya belə deyək, boş çoxluq olmalıdır ki, biri deyək ki, o birinin ad çoxluğudur. Çünki boş çoxluq istənilən çoxluğun ad çoxluğudur. Ya da ki, məsələn, birində 2, 3-sə, birində 2, 3, 4 olmalıdır. Yəni, digərindən balaca olmalıdır. Ona görə yazıram ki, 3x üstəgəl 5, kiçikdir bərabərdir, 2x üstəgəl 8-dən. Orada x kiçikdir bərabərdir 3-dən. Ən çoxu x-in yerinə 3 qoya bilərəm. O da a-nı tapanda 3 vurur, 3 üstəgəl 5. Cavab olacaq 14. Düzdürmü? Sonra 27. Ad çoxluqların sayı, ümumi ad çoxluqların sayı bizdə 2 üstü n-dən tapılır. Burada qalasaq n-a bərabərdir 7k-ya, n-b bərabərdir 4k-ya. Düzdür, bu a, bu da b. Mən bunları tapanda 2 üstü 7k-nı bölməliyəm 2 üstü 4k-ya. Böləndə üstlər çıxılır, qalır 2 üstü 3k. Bunda 64 verib, yəni 2 üstü 6. Onda 3k bərabərdir 6-ya, k-nı alıram 2. Sizdən a-nı istəyir, 7-ni də 2-yə vuranda cavab olacaq 14. Növbətə baxacaq 39-a. 38 də təzədir, 38-ə də baxa bilərik, 38-ə baxaq. Aşağıda rahat yazaq. Deməli belə, bunlardan eynirsiniz, ümumiyyətlə fərqi yoxdur. Bu çoxluqlarda da olsa, başqa bir mövzuda da olsa, hər tərəfə elə bir naturalda da vurursunuz ki, ümumiyyətlə kəsir qalmasın. O da məxrəcə baxırsınız, 3 ilə 5-in əkobu olmalıdır, yəni 15. Hər birini 15-ə vursam, bundan gedir, 5-ə vurmuş sayılıram. Sonra 15-ə vuranda bununla gedir, 3-ə vurmuş sayıram. Bununla 15-ə vuranda 30 olur. Düzdürmü? Deməli belə. 10, 9, 30-a əşof götürsəm 90k. Dən elirvin çəkək. A, B. 90k-nı 10-a böləndə A çıx B 9k-dır. 90k-nı 9-a böləndə B çıxa 10k-dır. 90k-nı 30-a böləndə burada oldu 3k. Ən kiçik halda k-ya 1 versək, 9, 3, 10. Toplasam, olacaq bizdə 22. Aydındır mı? Sonra 40. 40 əsl ətraflıq çox qəşəng misaldır. Bizdə birləşməsi ilə kiçik qiymətini istəyir. Birləşmə bunların cəmidir. Deməli, 2x, 2x, 4x, üstünə də x, 5x. Sonra y-im var, bir də 3z-im var, bir də çıxılsın 3-üm var. Aydındır mı? İndi qulaq asın mənə. Ən kiçik halda siz x-ə maksimum balaca qiymət verməz, amma bir məsələ var. Burada məsələn x-ə 1 versən, kəsişmə mənfi olur, o da ola bilməz. Yəni 0 ola bilərdi, amma mənfi mümkün deyil. Ona görə minimum 2 verməlisiniz x-ə. X-ə 2 verirəm, sonra z-ə balaca verməliyim. Onda gəlin z-ə 1 verək. Y-ə də qalacaq 3. 5 vurulsun 2, üstəgəl 3, üstəgəl 3 vurulsun 1. Çıxılsın 3. Bu 3-lər gedir. 10, bu da 3. Cavab olacaq 13. Sonra 41. Deməli belə. Burada riyaziyyat dərnəyinə gedənlər budur, tarix dərnəyinə gedənlər budur, kəsişmə budur. Biz birləşməni tapanda bunları toplayıb kəsişməni çıxmalıyıq.
Bir də heç bir fəndən getməyənin üstünə gəlməli. Yəni teması budur birləşməsinin. Onda NA birləşmə yox, tarix riyaziyyatdır. Riyaziyyat birləşmə tarix. NA yazaq da elə NA yazaq. NA-nı tapanda 2n üstəgəl 7 üstəgəl n plus 3 çıxılsın 5 üstəgəl 7 yazırım. 2n n oldu 3n. Sonra 7 ilə 3 10. 10-dan 5 çıxıram. 5 5-in üstünə 7 gələm 3n plus 12. Bu belə. Burada da eyni qayda ilə MB-ni tapaq. 3n plus 2, 2n plus 10. Kəsişməni çıxıram. Üstünə də heç birinə getməyən gələm. 3n 2n oldu 5n. 2 ilə 10 12, 8 çıxanda 4, 4-ün üstünə 3 gələm 7. Mənə nə deyir? Deyir A sinifində B sinifindən bir nəfər azdır. Deməli mən B-dən A-nı çıxsam cavab 1 eləməlidir. 5-dən 3-ni çıxıram 2n, 7-dən də 12-ni çıxıram -5. Cavab 1 eləməlidir. 2n olacaq 6, n də alacam 3. Deyir B sinifindəki şagirdlərin sayını tapın. B sinifi buydu. N 3 tapmışıq. 5 vur 3 üstəgəl 7. Cavab olacaq 22. Növbəti 42. Mənə şərtdə deyir ki, bu elementləri ardıcıllıqla ədədi silsiləmə götür. Bu onun bir misaldır. Yəni məsələn 9-un imtahanına düşməz bu. Çünki 9-cu siniflərdə silsilə proqramından çıxarılır. Silsilə fərqi 3-dür. A2-ni 7 veribsə, deməli A1 4-dür. A1-imiz 4-dür. D2 də 3-dür. Düzdürmü? 18 ilə 23-ün kəsişməsi və bir də hamısı bir-birinin içinə daxildirsə elə 18-ə bərabər olacaq. Yəni A18-i tapmalıyam. O da A1 üstəgəl 17 D-ni verir bizə. Yəni 4 üstəgəlsin 51. Cavab olacaq 55. Yəni bildiyin silsilədir. 43. 43-də nədir tema? Deməli belə. Birincisi burada göy qurşağı eləsək n a çıx b bərabərdir 3k. N b çıxa, bu da gəlir buna, bərabərdir 2k. Düzdürmü? Sonrasında buna y deməliyik. N a birləşmə b 7 y-dir. Onda bunun əmsalı görməsək də 1 sayılır. Onda n a kəsişmə b olacaq sadə y. Deməli, düstur necə idi? Birləşmə bərabər idi. Bunları toplayırdıq. Üstünə də elə bunu gəlirdik. 3k üstə gəlsin 2k üstə gəl y bərabərdir 7y. Onda 5k bərabərdir 6y. Təzədən k-lasaq k-ya deməliyəm 6x, y-ə də deməliyəm 5x. Düzdürmü? İndi mənə lazımdır birləşmə. Birləşmədə 7y idi. Biz y-ə də dedik 5x. 7-ni də 5x-ə vuranda olacaq 35x. Ən minimum x-ə 1 versəz cavab 35-dir. Və ən sonuncu 52. Deyir, özəl musiqi məktəbində skripka və gitara dərsləri keçirilir. 12 nəfər yalnız skripka, 17 nəfər yalnız gitara, 4 nəfər isə hər iki musiqi aləti üzrə iştirak edir. Skripkadan dərslərə qoşulanlar yalnız skripka 12-dirsə, 12 4 də hər ikidirsə, deməli skripka ümumi 16-dır. 17 ilə də 4-ü toplasam, gitara da ümumi 21-dir. Gitaraya da qoyduq 21. Əddə orta necə tapılır? Skripkanın cəmini bölürsüz sayına. Bərabərləmədə də ortaya. Onda skripkadakıların yaşlarının cəmi olacaq 168 çarpaz ürəsiz. Gitaranı tapanda bölürəm sayına 21-ə. Bərabərləmədə də ortaya, yəni 12-yə. Bu deyir gitaram 252. Hər ikisi necədən 4 idi? Hər ikisi bərabərdə 14,25. Onda hər ikisinə olacaq bizdə 57. Düzdürmü? İndi bizdə düstur necə idi? Birləşməni tapmaq üçün A ilə B-ni toplayıb kəsişməni çıxmalıydıq. Bir də baxaq ki, birləşmədə neçə nəfər var? Birləşmədə neçə nəfər tapmaq üçün 12, 17, 4-ü toplayıram.
Deməli 33 nəfər var. Bunu böləcəm 33-ə. Cavab eləyəcək 11. Çox maraqlı misaldır. Əsl ətraflıq sualıdır.